Herkese salam dostlar. Mən bugün sizə Wi-Fi kameralarında V360 Pro proqramını necə qoşmaq lazımdır onu göstərəcəm. Deməli dostlar, proqrama giririk. Proqrama giriş edəndən sonra orada qeydiyyatdan keçməlisiniz. Gmaildə kod göndərəcəksiniz. 1 dəqiqə ərzində o kodu, 6 rəqəmli kodu, Gmail'ə gələn kodu aşağıda qeyd edib yeni şifrə yaradıb qeydiyyatdan keçəcəksiniz. 1 dəqiqə içində o şifrəni yazıb davam eləməlisiniz ki, o qeydiyyat tamamlansın, yoxsa qeydiyyat tamamlanmayacaq, təzələnmə olacaqsınız. Qeydiyyatdan keçəndən sonra belə bir səhifə gəlir. Belə bir səhifə açılanda yuxarıda sağda gördüyünüz kimi üstəgəl işarəsinə giririk. Burada V360 proqramı konuma, yəni ki, location'a qoşulmaq istəyir. Məkan olaraq icazə verirsiniz. Welcome to use. Kameranı taxdım. Gördüyünüz kimi yanmağa başladı, fırlanmağa başladı. Please use mobile phone for Wi-Fi configuration. Bluetooth icazə veririk, açırıq. Burada gördüyünüz kimi Bluetooth-la tapırsa, Bluetooth-la davam edə bilərsiniz. Əgər Bluetooth-la görmürsə, kameranın üstündə QR kodu oxudub, aşağıda QR kodu görürsünüz. Əkləmək üçün tarayın. Buna girirsiniz, QR kodu oxudursunuz. Deməli, belə bir səhifə gələndə siz bu kamera üstündə QR kodu oxudursunuz. QR koda giriş edirsiniz. QR kodu oxuyandan sonra gördüyünüz kimi belə bir səhifə gələndə buradan sonraki düyməsini basıraq yuxarıdakiləri onayladım eləyib soldakı düyməni basırsınız. Basandan sonra Wi-Fi-nin şifrəsi və parol hissəsi gəlir. Siz Wi-Fi-nin adını seçirsiniz sağdan. Baxın buradan. Əgər Wi-Fi-niz düzgün deyilsə, Wi-Fi buradan girib Wi-Fi seçirsiniz. Seçəndən sonra qayıdırsınız aşağıda. Please use mobile phone for Aşağıda da Wi-Fi-nin şifrəsini yazırsınız. Wi-Fi şifrəsini yazandan sonra belə bir səhifə gəlir. Kameranı götürüb QR kodun üstünə sürüb oxudursunuz. Kameranı bu şəkildə götürüb QR kodun üstünə tutursunuz, oxudursunuz. Wi-Fi recognized success. Və gördüyünüz kimi Wi-Fi-yə qoşuldu kamera. QR kodu oxudu. Və ekran Connection otomatik succeed. qoşulmaya başladı. Bound successfully. Burada da kameranın adını yazır.